Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin şərtlərinə aid deyil. Bu müqavilə 1805-ci ildə imzalanıbdır. Müqavilənin şərtinə əsasən Qarabağ könüllü şəkildə Rusiyaya birləşməyi qəbul edirdi. İndi isə variantlara baxaq. Xanlığın əhalisi Rusiyanın təbəəliyinə qəbul olunurdu. Bu düzdür. Xanlıq Rusiyaya hər il hərbi təzminat ödəməli idi. Burada hərbi təzminat ifadəsi yanlış verilibdir. Çünki hərbi təzminat müharibə zamanı günahkar tərəfin qarşı tərəfə ödədiyi bir məbləğdir. Burada daha çox xərac verilməsi kimi bir ifadə olmalı idi ki, 8000 çevron siz bilirsiniz ki, Rusiya xəzinəsinə ödəniş edirdilər. Düzgün cavabımız budur. Davam eləyək. Xanlıq ərazisində Rusiya qoşunu yerləşdirilməli idi. Bu düzgün ifadədir. Xanın müstəqil daxili siyasətinə təminat verilirdi. Düzdür. Xarici siyasətə icazə verilmirdi, amma daxili siyasətdə sərbəst idi. Xan sülaləsinin öz ərazilərində hakimiyyəti bütün zamanlar üçün təsdiq edilirdi ifadəsi də düzdür. Bu da həmin müqavilədə öz əksini tapmışdı.